Среди статей, которые Rabaşın написал yazdığı Рабаш, məqalələr arasında qrup haqqında məqalələr из этих toplusu статей был tərtib olunub. собран такой сборник статей о группе, Bu toplu который sanki əsas, является təməl как бы göstərişlər toplusudur. базовым таким основным сборником Kabala elmini инструкций öyrənmək və inkişaf для etmək тех, кто istəyənlər хочет üçün. развиваться в науке Каббала. И Bu məqalələrin какая bugün важность dünya вот этих üçün əhəmiyyəti статей nədən сегодня ibarətdir? для мира? Я сказал бы, что именно Mən deyərdim ki, сегодня məhz статьи bugün о Rabaşın группе qrup haqqında Рабаш məqalələri являются onun bütün самыми əsərləri içində ən важными vacib из всех его трудов. Потому olanlardır. что Çünki məhz bu благодаря yazılar sayəsində biz этому özümüzü письму, тому, что он написал, мы знаем, как necə выстроить себя quracağımızı, связь aramızdakı между нами, əlaqəni necə yaratmalı olduğumuzu, изучить Tövratı necə öyrənməli Тору, olduğumuzu с bilirik. помощью которой Bunun мы sayəsində biz приходим Tövratın к mənbəyinə, yəni источнику ali nura çata Торы, bilərik. высшему свету. Я учился у Рабаша несколько лет, но после того, Mən как я Rabaşda bir neçə il привел ему новых учеников, oxudum, он lakin начал ona писать yeni эти şagirdlər статьи gətirdikdən sonra o bu и məqalələri писал yazmağa статью başladı. Və за məqalə статьей, давая ardınca мне для məqalə того, yazırdı, чтобы mənə verirdi ki, bu məqaləni çox размножить эту aldım статью, və sonra bütün а затем şagirdlərə payladım. раздать всем ученикам. Buna И görə də bu поэтому эти məqalələr статьи çox очень важны, vacibdir, çünki onlar потому что они Yaradanın предназначены для группы людей, которые aşkarına хотят gəlmək прийти к istəyən раскрытию insanlardan Творца, в каком виде они хотят прийти ibarət к qrupa этому, yönəlib. как они Onlar могут aralarında necə bağ qura связаться между bilərlər ki, собой для того, чтобы Творец Yaradan раскрылся onların между ними. arasında aşkar Это olunsun. буквально Bu практическое Rabaşdan bugün учение, которое aldığımız мы получили tamamilə сегодня praktiki от bir Рабаша. təlimdir. Və И buna görə поэтому də тот, Kabala кто elmini приходит öyrənməyə gələn к hər kəs изучению науки sadəcə Каббала, bu məqalələrin должен içinə просто nüfuz включиться в etməlidir. эти статьи.